Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə ıslaq kek hazırlayacağıq. Birinci, ev temperaturunda 4 ədəd yumurtamızı qaba sındırırıq. Yumurtaları mikserinə yaxşıca çırpırıq, ağarana qədər. Gördüyünüz kimi burada artıq yumurtalar ağda. Çırpdıqdan sonra yaxşıca köpürüb üzərinə 1 stəkan şəkər tozu. Bunu da bir yerdə yaxşıca qarışdırırıq. Burada artıq şəkər tozu ilə yumurtalar bir-birlərini tam keçib, rəngi ağdı. Üzərinə 1 stəkan süd, 1 stəkan duru yağ, 1 vanil, 1 qabartma əlavə eləyəcəyik. İçərisinə 2 stəkan un əlavə eləyəcəyik. Unu isə az-az tökəcəyik. Biraz töküb mikserinə çırpacağıq. Sonra yenidən yarısını əlavə edib onu da mikserinə yaxşıca çırpacağıq. Sonra üzərinə 3 xörək qaşığı kakao əlavə edib onu da mikserinə yaxşıca çırpacağıq ki, bir-birinə tam həll olsun. Artıq görürsünüz, hazırdır. Mən qabımı yağlayıram. Yaxşıca yağlamalıyıq ki, altı yapışmasın. Sonra həll olunmuş məhlulu qabın içərisinə tökəcəyik. Qaşıqla yaxşı qarışdırıb sonra qaba əlavə eləyirik ki, içində topaqlar qalmasın. Qabı tökdükdən sonra yavaşca əlimizlə fırladırıq və yaxud da bir iki dəfə yerə vururuq ki, bərabərlik olsun içinin məhlulu. Sonra sobamıza qoyuruq. Sobamızı əvvəlcədən isidirik. Mən 200 dərəcədə isitmişəm. Sizin sobanızdan asılıdır. Ola bilər daha aşağı və yaxud daha yuxarı temperaturda qoya bilərsiniz. Keçirik sosumuzu hazırlamağa. Sosumuz üçün 2 stəkan süd, 1 stəkan şəkər tozu, yarım stəkan duru yağ, 1 vanil, 3 xörək qaşığı kakao əlavə edirik. Bunları bir yerdə yaxşıca qarışdıracağıq. Qoyuruq qazın üzərinə, qarışdırırıq ki, dibi tutmasın. Yaxşıca bir-birinə həll edirik, yəni hər bir məhsul bir-birinə keçsin. Sonra topa formasında, altı yanıq formasında olmasın. Gördüyünüz kimi burada biraz qaynadı və altını söndürdüm. Qoyuram soymağa. Keksimiz hazır oldu. Üzərini belə çubuqla yoxlayıram ki, görüm bişib ya yaxud bişməyib. Gördüyünüz kimi hər tərəfi tamamilə bişibdir. Mən biraz soyuduqdan sonra üzərinə sosu əlavə edirəm. Görürsünüz, qaşıqla yavaş-yavaş hər tərəfindən tökülsün. Sos çoxdur, bundan qorxmayın. Qoyduqdan sonra o hər birini canını çəkəcək. Biraz gözləyib üzərini sonra kəsəcəyik ki, üzəri belə necə qopmasın, pis görünməsin. Görünüşü qəşəng olsun. Gördüyünüz kimi mən indi burada kəsəcəm. Görürsünüz ki, boldur üzərini sosu. Amma yəni bu qorxunc bir şey deyil. Sonradan hər biri çəkəcək canına. Orada heç bir şey qalmayacaq.
Kəsdikdən sonra da aralarını belə aralayırsınız ki, həmin sos onun içərisinə də geçsin. İndi sizə içərisində göstərəcəm ki, necə olub da görürsüz. Heç bir sos orada qalmayıbdı. Hər birini çəkib canına. Çox gözəl olubdu. İçi də çox gözəl bişib. Dadı da mükəmməldir. Hazırlayan hər kəsə nuş olsun. Kanalım yenidir. Dəstək olan hər kəsə təşəkkür edirəm. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı və zəng işarəsini açmağı unutmayın. Hələlik.